Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Yenidən MTV kanalında Geriyə Baxanda efirdədir. Bugün çox dəyərli bir sənətkarın geridə qalan illərini varaqlayacaq. Bugünlə bağlı danışacağıq. Bir sözlə çox maraqlı bir veriliş olacaq. Yaxın bir saat ərzində bizimlə qalın. Beləliklə, studiyamızın qonağı xalq artisti, qədim musiqi alətləri ansamblının bədii rəhbəri, Milli Konservatoriyanın dosenti Munis Şərifovdur. Axşamınız xeyirli olsun, xoş gəlmişsiniz. Axşamınız xeyir Günay xanım. Çox şad oldum sizi gördüm. Biz də. Çox sağ olun. Sizi verilişin əməkdaşlarına, sizin kanala, sizə dərin təşəkkürümü bildirirəm ki, məni də unutmamısınız, yad eləmişsiniz, dəvət eləmişsiniz. Onsuz da neçə il bundan əvvəl də sizin verilişdə olmuşdum. İndi qismət oldu ki, yenə də sizin verilişin qonaq oldum. Biz sizə təşəkkür edirik gəldiyiniz üçün. Allah razı olsun. Siz gözəl sənətkarımızsınız. Çox sağ olun. Yəni, o vaxtı bir veriliş hazırlamışdım. O da çox maraqlı alınmışdı. Bu da maraqlı alınacaq. Necəsiz, vəziyyətiniz necədir, səhhətiniz necədir? Çox şükür, çox şükür. Çalışıram ki, bütün gün piyada gəzim. Eləmi? Nə qədər gəzirsiniz məsələn? Neçə min addım? Mən saymıram. Elə bütün günü əgər tələsmirəmsə, elə hara gedirəmsə piyada gəlirəm. Məsələn, indi tələsəndə, əlimdə kamança olanda, onda məcburam taksiyə minərəm. Amma belə ki, təkdir, sport giyinirəm. Elə demək olar ki, hara oldu, gedirəm. Olur, məsələn, 6-7 kilometr olur, birdən 5 olur, 3 olur, baxır da. Yəni, çalışıram ki, piyada gəzim, çünki idman eləməyə ki, vaxt yoxdur. Bəli. O da, yəni, bir gün gəzməyəndə hiss edirəm ki, narahat olur. Mən də son vaxtlar gəzməyə başlamışam. Özdə Munis müəllim, hiss eləyirəm ki, adam elə bir gəzdikcə alışır. Bəli, bəli. İstəyirsən ki, gəzəsən yenə. Həm də ki, təmiz havada, açıq havada gəzmə. İndi təmiz hava deyirik, yəni bizdə bu qədər maşınlarla təmiz hava təbii ki, biraz şübhə altındadır. Amma açıq havada gəzəndə insan elə bir biraz gərginlikdən çıxır. Yəni, daha çox beyni çalışmağa başlayır, yeni nələrsə planlayır. O baxımdan çox faydalıdır, hər tərəfli. Həm də havada vitamin D də var. Nə qədər maşınların tüstüsü olsa da belə, amma yenə də havada vitamin D var. Çünki nə qədər havada gəzirsinizsə, həmən günü özünüzü yaxşı hiss edirsiniz. Doğru, valla. Məsələn, soyuqlu havada gəzirsiniz, evə gəlirsiniz, soyuğu hiss eləmirsiniz. Amma bir gün gəzməyən kimi adam narahat olur. Valla, eyni ilə. Adam elə bir nəyisə etməyib, həyata keçirməyib. Məndə də o duyğular var. Hətta bəzən verilişim olanda çalışıram, istəyirəm ki, gedim bir gəzim, sonra yenidən gəlim. Özdə Bakımız o qədər gözəldir ki, hər dəfə çalışıram ki, yeni yerlərdə gəzim ki, belə darıxdırıcı olmasın. Çox maraqlı müsahibsiz Munis müəllim. Çox sağ olun, Allah razı olsun. Səhhətiniz necədir? Yəni, narahatçılığınız yoxdur ki? Hazırda hansı işlə məşğulsunuz? Nələr edirsiniz? Səhhətim çox şükür yaxşıyam. Yəni, o piyada gəzməyim mənə çox köməkdir. Amma vaxtaşırı müalicə də götürürəm. Bəli. Yüngül müalicələr götürürəm. Çünki yaşlaşdıqca ona ehtiyac var. Belə işim elə yenə musiqi işidir. Bax, ansamblimiz var, onunla məşğul oluram. Konservatoriyada pedaqoji fəaliyyətim var. Belə, məsələn, yeni musiqilər yazdırıram. Yəni, musiqi ilə də bir gün musiqi olmasa, elə bilirəm ki, nəsə çatmır. Yəni, o musiqi, elə bir ki, o bizim nəfəsimizdir da. Çünki ömrümüzü bu işə verdik. Həm də mən həm kamança ifa edirəm, həm də bilirsiniz, o çəqanə musiqi, qədim musiqi aləti var, onu ifa edirəm. Bizim ansamblda da ki, mən bədii rəhbər kimi musiqiləri işləyirəm, düzəldirəm. Əlbəttə, kollektivimizdən bir yerdə, ansambldan bir yerdə. Konsertlərimiz olur. Məsələn, son konsertiniz harada oldu? Bizim ən çox işlədiyimiz muzeydə, demək, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində bizim qədim musiqi alətləri ansamblı orada fəaliyyət göstərir. Elə muzeyin orada kiçik konsert salonu var. Demək olar ki, elə tez-tez orada bizim konsertlər olur. Məsələn, ən çox xarici turistlər gəlir. Sonra tələbələr olur. Adı necə gedir? Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi. Siz də gəlin, baxın, çox maraqlı muzey. Harada yerləşir? Elə istəyərəm gəlməyi. Demək, bulvarda
o suyu, havanı, hərarəti göstərən bir vışqa var belə. Bəli, bəli. Onunla üzbəüz Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi çox maraqlıdır. Tez-tez məsələn orada bizim dahi insanların yubileyləri keçirilir. Biz yəni həmişə orada konsertlərimiz olur. Bəli. Belə də ki, dövlət tədbirlərində tez-tez oluruq. Məsələn, 2 il bundan qabaq Şuşada 2 dəfə tədbirimiz oldu. Bəstəkar Vüqar Camalzadənin, bizim gözəl bəstəkarımız. Bəli, Vüqar müəllim, mən də salamlayıram. Demək, Vüqar Camalzadənin Dövr-ü Səda, belə bir onun proyekti var idi. Orada onun yazdığı musiqiləri, qədim dövrü xatırladırdı həmin musiqilər. Qədim musiqi alətlərində ifa elədiniz? Bəli, elə biz ansamblla o bütün konserti biz çaldıq. Çox gözəl, çox maraqlı oldu. Nə gözəl. Belə də ki, məsələn, tez-tez bax, Bakıda bizim konsertlərimiz olur, Heydər Əliyev mərkəzində olur, sonra Xalça muzeyində olur, öz muzeyimizdə olur, Muğam mərkəzində olur. Yəni, harada bizi dəvət edirlərsə, çalışır ki, orada olaq. Və indi bu bizim işimizdir, sənətimizdir. Biz də bundan həmi çörək qazanırsınız, həm də enerji alırsınız. Əsas o ki, enerji alırıq. Mənəviyyatımızın o qidasıdır da. Məsələn, bir gün musiqi olmasa, mən təsəvvür eləyə bilməm ki, nə cür olaram. Munis müəllim, amma peşman olmamısınız bu sahədə olmağınıza? Yox, amma səmimicə? Yox, vallahi yox. Düzdür, musiqimiz belədir ki, indi bizim musiqimiz milli musiqidir, əsl musiqidir. Biz indi ömrümüzü bu sənətə qoymuşuq. Məsələn, mən musiqi məktəbi oxumuşam, sonra Asəf Zeynallı adına kollec qutarmışam o dövrdə. Sonra da Üzeyir Hacıbəyov adına Bakı Azərbaycan Dövlət Konservatoriyasını qutarmışam. İndiki adı Bakı Musiqi Akademiyasıdır. Yəni, mən bizim sənətdə dahiləri görmüşəm. Konservatoriyada oxuduğum dövrdə. Məsələn, Fikrət Əmirov, Süleyman Əsgərov, Cövdət müəllim, Rəşid Behbudov, Niyazi, böyük musiqişünaslar. İndi bir-bir ola bilsin, hamı yadıma düşməsin. Yəni, o dövrün dahilərini mən görmüşəm. Məsələn, Allah rəhmət etsin, Süleyman Əsgərov bizim gözəl bəstəkarımız, Allah ona qəm-qəm rəhmət etsin. Dirjorluqda mənim müəllimim olubdur. Fayəyə çıxırdıq biz oxuduğumuz dövrdə, hamısı dahi insanlar idi. Yəni, o dövrdə gəncliyin başqa zövqü var idi, indi başqa zövqü var. Amma hər dövrdə klassik musiqinin, milli musiqinin, muğamın, xalq musiqisinin yəni, sevənləri var. Amma əlbəttə ki, gənclər biraz öz zövqlərinə görə görürsünüz. Bəli, deyirlər hətta... Başqa musiqilərə də qulaq asır. Bəli, bəzən deyirlər ki, yəni gənclər, insan gənc olduğu zaman, yəni musiqiləri ayağı ilə dinləyir. Amma müəyyən qədər yaşa dolduqdan sonra artıq başı ilə dinləməyə başlayır. Çünki onda dərk eləmirsən axı, həyat elə bilirsən ki, yəni əyləncədən ibarətdir falan. Amma zaman keçdikcə bu musiqiləri də dərindən anlamağa başlayırsan. Munis müəllim, istərdik ki, nəsə bir ifa edəsiniz bizə canlı olaraq. Daha sonra söhbətimizi davam etdirək. Olar. Əslində istəyirdim ki, söhbətimiz elə musiqi ilə başlasın. Amma eybi yoxdur, yəni indi davam eləyək musiqi ilə. Olar, olar. Nə ifa eləyəcəksiniz? Təzə hansı musiqini ifa edirsiniz? Muğam çalaram. Baxın, həmən aləti götürəndə təbim hansına köklənsə onu. Buyurun o zaman.
Bilirəm ki, bu sualı sizə çox verirlər, Munis müəllim, amma maraqlıdır ki, hazırda musiqimizin vəziyyətini necə analiz edirsiniz? Yəni, məsələn, səlahiyyətiniz olsaydı, nəyi dəyişərdiniz bu sahədə? Əlbəttə ki, bayaq qeyd elədim, hər dövrdə klassik musiqində, muğamı da, əsl musiqini, yəni xalq mahnılarını sevənlər var. Amma çox təəssüf ki, gənclərimiz bayağı musiqiyə çox yer verir. Bu da bilirsiniz, bayağı musiqini də, yəni internetdə ki, o qədər təbliğ olunur bunlar. Hamı əlində bir telefon, Bəli. Baxır. Yəni onu çox ki görürlər, eşidirlər, çox təbliğ olur. Ona görə də baxır. Amma əlbəttə ki, ziyalı, yaxşı oxuyan gənclərimiz ki var, onlar bayağı musiqiyə qulaq asmır. Məsələn, inandırım sizə ki, üzr istəyirəm, bizim uşaqlar dünyanın ən böyük klassiklərinin musiqilərinə qulaq asırlar. Muğama qulaq asırlar, xalq mahnılarına qulaq asırlar. Yəni o evdə, bilirsiniz, evdəki ab-havadan da asılıdır, ata-ana münasibətindən də asılıdır. Əgər uşaqlıqdan ona əsl musiqini, məsələn, sevməyi aşılasalar, o qulaq öyrənir, da bayağı musiqiyə qulaq asa bilmir. Əlbəttə ki, bayağı musiqilər bizim musiqimizi, düzün deyim, korlayır. Yəni, sənət adamları da bundan narahatdır. Məsələn, xalq sənətkarları. Konservatoriyada nələr danışırsınız? Müəllimlər arasındakı olan müzakirədə nəyi müzakirə edirsiniz daha çox? Bilirsiniz, bunun təbliğatı ki, bayağı musiqi, yenə deyirəm, internetdədir, Instagramdır, Facebookdur, TikTokdur. Bunlar orada çox təbliğ olur. Yəni, gənclər ki, ona baxır. Amma buna baxmayaraq, Günay xanım, bizim əsl musiqini, muğamlarımızı, xalq mahnılarımızı, klassik musiqini sevənlər onlardan az deyil, çoxdur. Çoxdur. Çünki bilirsiniz, o da, məsələn, gənclər müəyyən dövrdə onlara qulaq asır, sonra başa düşür, qanır da o səviyyəli musiqilərə qulaq asmır. Həm də o bayağı musiqilər nədir? 3-4 ay, 5 ay dəbdə olur, sonra başqası çıxır, dəyişir belə. Gündəm mahnıları. Gündəm, bir də var ki, amma bizim xalq mahnıları var ki, yəni mən elə gözüm açandan o musiqilər var. İndi də dəbdədir, çox sevilir. Məsələn, bir misal çəkim. Allah rəhmət etsin. Qədir Rüstəmovun Sona bülbüllərini indən sonra 500 il sonra da qulaq assan yenə gözəldir. Çünki təbiidir. Bulaq kimi qaynayır. Məsələn, bizim dahi sənətkarlarımız var. Elə Habil müəllimin, Habil Əliyevin segahına hər dəfə qulaq asanda orada bir yeni bir şey tapırsan. Çünki gözəl musiqidir, əsl musiqidir. Allah rəhmət eləsin, dahi tarzən Hacı Məmmədov var idi. Yəni, çox böyük tarzən idi, tarçalan idi. Mən hər dəfə ona qulaq asanda Asif Zeynalda tələbə vaxtım yadıma düşür. Çünki 3-cü mərtəbədə bir sinif var idi. Hacı müəllim orada dərs deyirdi, həftənin 2-3 gününü. Qalan günlərdə yenə də dahi sənətkarımız Bəhram Mansurov dərs deyirdi. Mən hər ikisinə gedib qulaq asırdım. Hər ikisi öz səpkisində, öz yəni dəstiqatında dahi idi. İndi o sənətkarları eşidəndən sonra, indi mən 3-cü sinifdən ki, orta məktəbdə oxuyurdum, bu günə qədər musiqinin içindəyim. Əlbəttə ki, bayağı musiqini eşitmək bizə xoş gəlmir. Amma onu dinləyənlər də geci-tezi qulaq zövqü dəyişir. Görürsünüz ki, yenə muğama qulaq asır, xalq mahnılarına qulaq asır, bizim klassik bəstəkarların musiqilərinə qulaq asır. Yəni, bu hər dövrdə olubdur, dünyanın hər yerində də var. Yəni, mən sizə bir şey qeyd edim ki, biz qastrol səfərlərində çox olmuşuq. Bir də o qədim alətlərlə bağlı mən dünyanın çoxlu simpoziumlarında, konferanslarında iştirak eləmişəm.
dünyanın böyük musiqiçiləri gəlir ora. Yəni görürsüz, onlar da dünyanın hərəsi bir tərəfindəndir. Onlar da yeri gəlində bu məsələni yəni qeyd edirlər ki, gənc nəsil sevdiyi adətən yüngül musiqilərdir. Amma yaşa dolduqca zövqlər dəyişir əlbəttə. Amma əsl musiqinin istəyənləri, sevənləri həmişə var. Heç valla onlardan az da dörü çoxdur. Munis müəllim, bir yazı çıxdı qarşıma sosial şəbəkədə. Yazıda belə qeyd olunurdu ki, nəyə çox diqqət yetirməsən, o solar, o yəni necə deyim, adi bir gülə su verirsən, gül çiçəklənir. Adi insan yəni hansı sahəyə daha çox diqqət yetirsə, o sahə daha çox yəni necə deyim, çiçəklənər, daha çox inkişaf eləyər. Bəlkə ruhumuzu qidalandırmırıq, bəlkə ruhumuza diqqət yetirmirik. Ola bilərmi? Vallahi bilirsiniz nətərdir? Əslində bizi yaşadan ruhumuzdur da, düzdür? Vücudumuz bizim deyil, yəni torpağındır. Ona qalsa ruhumuz da bizim deyil. Amma bizi yaşadan ruhumuzdur. Ruhumuz biz sevinirik, üzülürük, kədərlənirik nəyəsə. Əslində bizim ruhumuzdur bu duyğuları yaşayan. Əlbəttə, elə söz var, çox məşhur söz. Musiqi ruhun qidasıdır. Bilirsiniz, insanlar müxtəlifdir. Hər kəsin bir ruh düşüncəsi var, təfəkkürü var, düşünmə dərəcəsi var. Amma insanların çoxsu, xüsusilə 35 yaşından sonra olan insanlar, onlar çalışır ki, samballı sənət əsərlərinə baxsın. Məsələn, cavan vaxtı, gəncliyində sevdiyi musiqi, rəsm əsəri, teatr və yaxud da nəyəsə ki, o baxırdı, ondan, yəni zövq alırdı ondan. 35 yaşından, 40 yaşından sonra o zövq dəyişir, tamam dəyişir. Məsələn, mənim yadımdadır, biz Fransada konsert var idi, Parisdə. İmkan oldu, Louvre muzeyinə getdik. Mənim orada çox istədiyim bir əsər var idi, Mona Lisa. İstəyirdim onu görüm. Bəli, mən də getdim, gördüm o əsəri. Maşallah, maşallah. Siz inanırsınız, o muzeyi, Louvre gəzmək üçün bir həftə vaxt lazımdır. O qədər böyükdür. Bəli. Dahi əsərlər, dahilərin əsərləri var orada. Elə biz tez-tez gəzib, elə baxa-baxa geldik ki, nəsə görə bilək, çünki vaxta görə. Amma ora çatanda mən gördüm ki, Mona Lisa'nın ətrafında nə qədər insan var və onun cazibəsinə nə qədər insanlar yığılıbdır. Orada qoruma elə düzəldib ki, yəni 4 metrdən yaxın. Yəni yaxına getmək olmaz. Qırmızı lentlə bağlı. Bəli, rahat baxmaq olur. Siz inanırsınız, mən ona çalışırdım ki, göz kipriklərimi qırpmayım, diqqətdən baxım. Hər dəfə o gözümü açıb yumanda başqa bir şey görürdüm. O qədər baxdım ki, axırda gözüm yaşardı. Mən fikirləşdim ki, yəni bunu yaradan rəssam görür, nə qədər dahidir. Ona görə əsrlər keçir. Yəni bu adam həm bu şəkil, həm də onu yaradan elə dəbdədir. Valla mən qoluna çox diqqətlə baxdım. Yəni mən rəssamların əsərlərində məsələn elə qolu o şəkildə təsvir eləyən adam görməmişəm. Çünki elə bir ki, doğrusu gerçəkdən qadının qoluydu. Yəni o dərəcədə onu təbii çəkmişdi, hazırlamışdı. Bir də baxışlar, orada düşüncə, hər dəfə gözümü açıb yumurdum, başqa bir şey gördüm. Axırda mənim gözüm yaşardı. Yəni riqqətə gəldim elə bir ki, gör bu yaradan nə qədər dahidir. Neçə illər keçib Mona Lisa'nı sevənlər azalmır ki. Azalmır. Əlbəttə ki, o rəssamın əsəridir də. Yəni əsl sənət həmişə dəbdədir. Bunu demək istəyirdim ki, heç vaxt nə qədər bayağı musiqi, bayağı rəsm əsəri, məsələn, bayağı şairlər də olur, görürsünüz, yazır. Onlar müvəqqətidir. Əsl sənət əsrlər boyu yaşayır. Amma bir
bir söz də var da, Munis müəllim, adam həyatda olarkən qədrini bilmirlər axı. Məsələn, o rəssamlar deyirsiniz. Mən elə rəssamların həyatını oxumuşam ki, Avropada yaşayan, elə rəssamların həyatını oxumuşam ki, onların əsərinə 1 manat da pul verməyiblər, 1 avro da pul verməyiblər də, yəni o dərəcədə. Amma adam dünyasını dəyişəndən sonra əsərləri ən bahalı qiymətə satılıb. Yəni ona görə adam sağlığında sanki həmişə yaşayacaqmış deyə ona o qədər də dəyər verilmir. Bilmirəm niyə. Yəni dünyanın hər yerində belədir. Bax, mən sizə bir şey deyim. Hər bir dahi sənət əsərinin qiymətini tarix verir. Bir nəfər bir gözəl söz deyib, deyir ki, tarixin əmsi dayısı yoxdur. Tarix nəyə məsləhətçi onu saxlayır. Bəli. Biz hamımız bu dünyada müvəqqəti yaşayırıq. Bir pəncərədir, gəlib gedirik. Bizi tarixdə yaşadan nədir? Yaratdıqlarımızdır. O böyük dahi əsərlər də, yəni onların qiymətini tarix verir. Məsələn, mən çox adamları, çox dünyada, Azərbaycanda sənətkarları, sənət adamlarının, dahilərinin adlarını çəkmək olar ki, yəni onlar ola bilsin yaşadığı dövrdə onların əsərlərini başa düşməyiblər. Amma vaxt keçir, onların dahiliyini bütün dünya başa düşür. Yəni o sənətin elə böyüklüyü oradadır ki, yəni tarix getdikcə, bax mən sizə bir şey deyim, bax bu kamança, Allah önünə zəhmət eləsin, mənim atam yadigarıdır, 73-74-cü ildə alıb mən. Bu qoz ağacı. Bax, bu alınan vaxtı təzə düzəlmişdi. Amma indiki dövrü, çünki ağac quruyur, cilalanır, tamam dəyişir. Bax, qaldıqca qiymətə minir. Məsələn, neçə olar indi o? O məndən ötürü qiymətsizdir. Hansı halda satarsınız onu? Mən onu satmaram. Çünki o mənim əsgər yoldaşımdır, həyat yoldaşımdır. O mənim sirdaşım, arkadaşım, hər şeyim. Yəni o... Yaxşı, bəs məsələn, özünüzdən sonra bu musiqi alətini kim ifa edəcək varmı? Yox, bizim uşaqlar mən icazə vermədim. Onlar elm tərəfinə yönəldilər. Yəqin ki, mən muzeyə verərəm. Eləmi? Çünki işlədiyimiz muzeydə Musiqi Mədəniyyət Dövlət Muzeyidir. Bizim ansambl orada fəaliyyət göstərir. Elə, yəni, nə vaxtsa Allah hamımıza ömür versin. Allah sizə də uzun ömür versin. Can sağlığı versin. Yəqin ki, mən nə vaxtsa yəni dünyamı dəyişikəndə, əlbəttə ki, təbiidir, bilinmir, büyündür, sabahdır. Bəli. Allah hamımızın qapısını döyəcək. Bəli. Amma mən gecə-gündüz Allaha yalvarıram, dua edirəm ki, Allahım möhlət verin, biz yaşayaq. Əlbəttə ki, sağlam yaşayaq. Həyatı sevirsiniz. Bəli, çox sevirəm. Sənətdə o qədər yəni görüləsi işlər var, istəyirəm. Sonra uşaqların şad günlərini hələ ki görməmişik, onları görün. İnşallah. Neçə övladınız var? 2. Allah saxlasın. Allah sizinkiləri də saxlasın. Yəni o yaşamaq eşqi varsa, sənət də var. Yəni mənim ürəyim gəncdir, cavandır. Mən həmişə istəyirəm ki, yaradam. Ona görə də yəni mən özümdən sonra muzeyə verərəm ki, orada qalsın. Çünki muzey onu qoruyur. Türkiyənin gözəl sənətkarı Fərdi Tayfur dünyasını dəyişdi. Bəli, Allah rəhmət eləsin. Biz o mahnıları ilə böyümüşük. Adam dünyasını dəyişəndə vəsiyyətnamə yəni imzalamışdı. Düzdür, o vəsiyyətnamə hələ də müzakirələr falan gedir, amma mahnıları ilə bağlı deməli mahnılarını kim istəyirsə bedava oxuya bilər dedi. O mahnıları mənim övladlarım yazmayıb ki, onlar da qadağa qoysun. Yəni adam vəsiyyət elədi ki, mahnımı kim istəyirsə götürüb oxuya bilər. Və yəni çox maraqlıdır ki, adam öz mülklərinin bir hissəsində dövlətə, yəni siyahı var idi, hansı sığınacağa, hansı belə bölüşdürdü adam sağlığında. İndi dünyasını dəyişib, Allah yerini cənnət eləsin. Allah rəhmət eləsin. Yəni çox maraqlıdır ki, o belə qeyri-adi addım atdı da. Əslində mahnılarım bedava, kim istəyirsə oxuya bilər. Amma digərləri o addım atmamışdı, xatırlayırsınız. O Fərdi Tayfur gözəl sənətkardır, əsl sənət adamıdır. O addımı ona görə atdı ki, onun musiqiləri, yazdığı mahnılar yaşasın. Bax, bu dünyadan heç kəs heç nə apara bilmir. Heç adam var, ona kəfən də qismət olmur. O yazıbdır, xalq üçün yazıb. Yəni, qoy
hər kəs istifadə eləsin. Onun mahnısı bir dəfə harda oxunursa, hər dəfə deyirlər Allah Fərdi bəyə rəhmət eləsin. Hə. Yəni bu sənət də belədir. Biz çox adam deyir, mən o qədər suallar veriblər ki, kamançanı kimə verərsən? Mən işlədiyimiz muzeyə hindidən deyirəm ki, Allah qoysa. Yəni Allah ömür versin. Ömür versin. Allah eləsin ki, yəni siz də biz də 100 il yaşayaq. Yaşamaq gözəldir. Niyə də yaşamayaq? Çünki həyat gözəldir. Həyatdan zövq almaq lazımdır. Amma nə vaxt ki hiss eləsəm ki, yolum o tərəfə gedir, mən onu işlədiyimiz muzeyə verəm ki, çünki muzey onu yaşadır. Orada yazır ki, bunu filan kəs ifa eləyib, onu qoruyur. Munis müəllim, mən ötən həftə bir addım atdım. Deməli, bizim böyük evdə kitabxanamız var idi. Yəni, mən kitabları çox sevirəm. Maşallah. Bəli. Düşündüm ki, məsələn, mən o kitabların bəzilərini oxumuşam, bəziləri elə rəfdə qalıb. Yəni, çalışmışam, cəhd eləmişəm oxumağa. Hələ fürsət olmayıb, yəni hamısı. Yox, beynim onu ola bilər ki, qavramayıb. İndi hər adam hər kitabı da oxuya bilmir. Elə bil ki, bu yemək kimidir də. Yəni, hər adamın, necə deyim, qida rasionu fərqlidir. Düzdür. Eyni zamanda bu kitabda da eyni ilə elədir. Mən oxumadığım və oxuduğum kitabların bəzilərini, yəni bir hissəsini topladım, apardım, kitabxanaya bağışladım. Nə gözəl, çox gözəl. Bəli, kitabxanaya bağışladım. Düşündüm ki, bu kitab bizə verilir ki, yəni biz alırıq ki, oxuyaq. Oxumayandan sonra bu rəfdə qalmağının nə mənası var? Qurani-Kərim belə nazil olub ki, biz onu oxuyaq. Həyatda necə yaşamalıyıq, onu əslində kitabı oxusaq rahat yaşaya bilərik də, orada hər şey var. Amma biz onu oxumuruq, saxlayırıq və elə bilir ki, biz bunu saxlamalıyıq. Amma əslində biz onu oxumalıyıq. Yəni, mənə elə gəlir ki, kim daha çox yararlanırsa, biz ona ötürməliyik. Əlbəttə ki, Türkiyədə bir böyük din alimi var idi. O bir gözəl söz deyirdi. Deyirdi ki, hamı evinin ən yüksək yerində Quran kitabını saxlayır, qoruyur. Bəli. Amma bir dəfə açıb içinə baxmır ki, burada nə yazılıb. Quran bir nizamnamədir ki, yəni müsəlmanın yaşam tərzini göstərir orada. Yəni, heç olmasa aç müəyyən orada gördüklərindən oxu, bil ki, nədir də. Yəni, bu kitabdır, oxumaq üçündür. Yəni, yazılıb ki, oxumaq. Onu oxuduqca öyrənirsən. Elə bil ki, illərlə bu alət qalıbsa, mən ona toxunmuram. Bəli, eyni ilə. Amma toxunanda onun içinə girirsən, orada tapırsan, axtarırsan. Bax, mən Çəqanəni də ifa eləyirəm, o bir şey deyim, yeri gəlmişəm. Allah Məcnun Kərimova qəni-qəni rəhmət eləsin. Mən hər dəfə adını çəkirəm, Məcnun müəllimi yaddan çıxartıram. O bərpa eləyib Çəqanəni. Bəli, nəinki Çəqanə. Bizim ansamblda olan qədim musiqi alətlər ansamblındakı Çəqanə, çəng, rud, bərbət, çoğur, qopuz, nüshə, rübab, təmbur, bunların hamısını Məcnun müəllim tarixdən götürüb, bizim klassik şairlərin əsərlərinə və Nizamidən, Füzulidən götürüb bir də Azərbaycan miniatürlərinə bərpa elibdir. Sonra onu verdi muzeyə. Elə bizim ansamblda muzeyin tərkibindədir. Yəni, tarixdə var idi o, amma bir də var canlı şəkildə. İndi təsəvvür edin ki, orada o eksponat kimi onsuz da hərəsindən 2 ekzemplar düzəldir. Biri sərgilənir, amma bir də var onu canlı şəkildə ifa edirsən, göstərirsən. Siz inanırsınız o alətlərin əksəriyyəti, orijinal necə ki o dövrdə səs, düzdür, mən eşitməmişəm onu, amma mən hiss edirəm ki, onu Məcnun müəllim orijinal səsini tapıb. Məsələn, Möhtəşəm 100 il filmində orada çəng bir səhnə var, bir xanım çəng çalır, Topqapı muzeyində var. Mən baxırdım ki, o çənglə Məcnun müəllim düzəltdiyi çəngin səsi eynidir. O tarixdən qalan çəngdir. Görün, bu nə qədər onu hiss eləyib tapıtı. Yəni, Allah Məcnun müəllimə qəni-qəni rəhmət eləsin. Məcnun Kərimov xalq artisti idi, elmlər doktoru idi,
professor idi. Bəli, necə ki Məcnun müəllim tarixdə qaldı. Bəli, Siz də bəli. tarixdə qalacaqsınız. Çünki Çəqanə Alətinin- musiqi alətinin yeganə ifaçısı Dünyada. sizsiniz. Bəli, yeganə Bəli, ifaçısı sizsiniz. Ona görə də maraqlıdır ki, məsələn sizdən sonra necə olacaq o musiqi aləti, yəni ifa edənlər, yəni davam edənlər olacaqmı, yoxsa yəni yetişirmi? Yoxsa hamı müğənni olmaq istəyir? Bunun yetişməsi üçün təhsilə gərək bunlar təhsil mərkəzlərində tədris olunsun. Məsələn, mən əvvəllər təklif vermişdim. Məcnun müəllim əlbəttə ki, bizdən qabaq da təklif vermiş ki, məsələn, bizim milli alətlərimiz mizraplı alət tar, yaylı, kamanlı alət kamança. Elə bil mən kamança dərsi deyirəmsə, orada fakultativ çəqanə də ola bilər ki, kamança çalan tələbələrə biz yavaş-yavaş çəqanəni aşılayaq. Əlbəttə ki, çəqanə çətindir. Çünki kamança ölçüsü görürsünüz nə boydadır, üzü dəridir, dizə qoyulur, amma çəqanə bundan böyük. Təxminən violonçeldən bir balaca kiçikdir. Onun çalğı səpkisi də başqadır, ona yanaşma da başqadır. Amma istəyən adam öyrənə bilər. Bir atalar misalı var, çox üzr istəyirəm, deyir, çobanın fikri olsa təkədən pendir tutar. Çox üzr istəyirəm, təkə erkək keçidir. Amma deyir, əgər çobanın fikri olsa ondan da pendir tuta bilər. Yəni, bir şeyi sevəndə ona nail olmaq olur. Yenə deyirəm, o orada qalıb, ona biz toxunmasaq, səsini çıxartmasaq, nə olsun? O da küsəcək. Bəli, kitab da elədir. Kitabı açıb oxumaq lazımdır. Bu sizin bayaq sözünün qüvvətinə görədir, deyim. Çox gözəl eləmişsiniz ki, kitabxanaya vermişsiniz. Bəli. Sizin də kitablarınız varsa, varmı kitablarınız, yoxsa özünüzün yazdığı varmı? Mən fikirlərim var, belə kitab deyil, belə məsələn... Bəli, arzu edirik ki, kitab formasında daha sonra yəni tədris də olunar bəlkə inşallah. İnşallah, o dünən Yosrağa günləri bir musiqi şünas dost var idi, deyir ki, sən ki, bu qədər ki fikirlərin var, bunu qələm almaq lazımdır. Dedim, hava istiləşsin, mən deyim, sən qeyd elə. Eləmi? Çox maraqlı bir fikir söyləmək istəyirəm, dostlar. Bizim istifadə elədiyimiz sensorlu telefondan Munis müəllim gündəlik istifadə eləmir, hə? Evdə saxlayırsınız. Niyə Munis müəllim? Mən onu evdə saxlayıram, bax bu həmən... Bəli, sensorlu telefondan. Bəli, evdə saxlayıram, ancaq məsələn, WhatsApp-a baxıram, oradan Facebook'a baxıram, YouTube-da baxıram, amma ən çox WhatsApp-da kim yazır, musiqi göndərirlər. Bəli. Məsələn, mən xoşlayıram hər cümə günü tanıdığım hər insanlara cümə təbriki göndərirəm. Neçə illərdə, hər bayramda məsələn çalışıram ki, hər kəsə təbrik göndərim belə. Amma belə üstümdəki adi telefondur. Bu şüalıdır. Mənə ziyan eləyir. Çünki mən uzun müddət qaraciyər müalicələri götürürəm. Elə hində. Yəni o mən hiss elirdim ki, titrəyiş verirdi. O da mənə pis təsir elirdi. Sonra bir həkim dost var idi. Onunla mən müraciət məsləhət bildi ki, dedi, yəni sənə çox lazımdırsa onun üstündə gəzirmə. Mən nə lazım? Zəng gəlir, danışıram, amma evdə olanda ona baxıram. Həm də çalışıram ki, kənara qoyum, belə baxım, istirahətlə belə baxdım müəyyən müddət, sonra da çünki ona çox baxanda da adam beyninə təsir eləyir. Bəli. Göz zəifləyir, valla. Munis müəllim, o zaman istərdik ki, bir musiqi ifa edəsiniz, biz də dinləyək. Məmnuniyyətlə. Kamançı da buradadırsa mütləq dinləyək. Bəli, əlbəttə ki.
Munis müəllim, siz bilirəm ki, Habil Əliyevin, yəni Yeriyik biz. Necə? Həm yeriyik. Həm yerlisiniz, həm də yəni ki, çox yararlanmısınız onun ifalarından. Mən demək Ağdaşın Ərəb Ocağı kəndindənəm. Bizim kəndlə rayonun arasında təxminən 10 kilometr məsafə var idi. Mən Allah nəzər rəhmət etsin, atamın istəyi ilə mən kamançaya gəldim. Çünki atam da müəllim idi, amma evdə tar çalırdı. Mən kamançanı Habil müəllimə görə sevdim. Bəli. Musiqi məktəbinə getdim, bir il demək olar ki, həvəsim olmadı. Çünki dizin üstündə saxlamaq olmurdu, pərdəsi yox idi. Bu atam Habil müəllimin bir plastinkasını gətirdi, Habil Segahı. Qulaq astım, ondan sonra mən tamam yəni kamançaya qarşı münasibətim dəyişdi. Əlbəttə ki, Ağdaşda Habil müəllimin dayısı oğlu idi, yoxsa bibisi oğlu idi, Şahid Abdullayev. Onlar bir yerdə böyümüşdü. Şahid müəllim də çox böyük sənətkar idi, amma Ağdaşdan çıxmadı. Amma hamı onu tanıyırdı. Şahid müəllim də eşidəndən sonra mənim kamançaya münasibətim dəyişdi. Sonra bir müəllimim var indi Ağdaşda hal-hazırda yaşayır. Şahin İbrahimov, onu da Sinefriz vasitəsilə salamlayıram. Və 4 il Asəf Zeynallı Musiqi Kollecində, 5 ildə konservatoriyada mənim ustadım, zəhmətimi çəkən xalq artisti, professor, böyük sənətkar Şəfiqə xanım Eyvazova olub. Onu da salamlayıram sizin verilişdə. Biz də salamlayırıq. Mən eşitmişdim ki, Munis müəllim, deməli, Habil müəllim, deməli, kamançada elə bir ixtira eləyib ki, yəni o kamançanı qoyanda ki, adamın dizi ağrıyır axı. O dedilər ki, o nə yəni ixtira eləmişdisə, kamançada səslənən musiqi daha belə mülayim çıxırdı. Onun özünə məxsusluğu var idi. Belə bir şey deyirlər. Amma bilmirəm nə dərəcədə düzgündür. Onu da gizli saxlayırmış dedilər, bildirmirmiş. Habil müəllimin kamançasının səsi onun ürəyinin səsidir. Habil müəllimin dahiliyi, böyüklüyü odur ki, kamançadan Habil müəllimə qədər çıxmayan bir səs çıxartdı. Onun ürəyin səsidir. Və bir üslub yaratdı, Habil üslubu, dəsti-xət yaratdı, səpki yaratdı, iz qoydu. Bax, bu musiqi sənəti, şairlik, rəssamlıq, burada əgər bir səpki, iz, dəsti-xət qoymasan, tarixdə qalmazsan. Habil müəllim o səslə yeni bir tembr tapdı, səs tapdı və ifaçılıq səpkisi yaratdı. Bax, milyonların içindən Habil müəllim səsini hamı tanıyır. Nəinki musiqi çağı. Hamı tanıyır, bilir ki, bu Habil müəllim. Elə bir qəribə yəni, bir yanğı var. Onun dahiliyi oradadır. Qəribə bir yanğı var. Həm də Habil müəllimin yaxşı, maraqlı lətifələri var idi. Xatırladığınız varmı? Bir dəfə o musiqiçilər filarmoniyanın qabağına çıxırdı. Mən də tələbə idim. Bir rəhmətli Xanlar adında bir oxuyan var idi. Habil müəllim yanında olurdu həmişə. Dedi ki, Habil müəllim də ətrafında böyük sənətkarlar tuturdu. Artıq saat 4-də işləyirdi, hamı dağılmışdı, Habil müəllim oradaydı. Mən yaxınlaşdım ki, olar, mən də oturum. Bu Xanlar dedi ki, Habil müəllim, bunu tanıyırsınız, özdə bunu. Bu da Ağdaşlıdır, kamança çalır, minusdur. Mənim adım Munisdir, o da qayıt dedi ki, sənə görə minus olar, amma mənə görə plusdur.
Yəni çox hazır, çox. Bəli, bəli. Tək olanda yaxınlaşırdım mən, Ağdaşdan danışırdı. Deyirdi filan kəs sağdır, sonra müəllimlərdən. Çünki o vətən eşqi onda həmişə var idi. Allah qəni-qəni rəhmət eləsin. Çox böyük sənətkar idi. Əlbəttə ki, indiki kamança ifaçıların demək olar ki, əksəriyyəti ondan ilham alıbdır, kamançaya yəni vurulubdur. Bütün dünya tanıyır Rabil müəllimi. Allah ona qəni-qəni rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Çox maraqlı söhbətimiz alındı. Mən Günay xanım sizə və sizin verilişi ki, hazırlayan əməkdaş komandaya dərin təşəkkürümü bildirirəm və MTV-yə, onun rəhbərliyinə, bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Çünki mənə həmişə qiymət verirlər, dəvət edirlər, çağırırlar. Var olasınız. Sizə böyük uğurlar arzulayıram. Həmişə gözəl verilişlərlə xalqımızı sevindirəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm, minnətdaram. Allah sizə uzun ömür, can sağlığı versin. Cümləmizə inşallah. Əziz və dəyərli izləyicilərimiz, təşəkkür edirik diqqətiniz üçün. Gələn həftə yenə də qarşınızda olmaq ümidi ilə hələlik.